Hamıya salam. Bugün istədim sizinlə ət bulyonunu soyuducuda necə uzun müddət saxlayıram onu paylaşım. 10 ədəd stakan almışdım. Düzdür, bu stakanlar mənə yetmədi. Qalanını bir başqa qabda yığıb saxladım və bu papaq kuloklardan ağzına keçirib marasilnik, yəni dondurucuya qoydum. Yəni hər gün bir stakanı çıxardıb supuna əlavə edəcəm, rahat olsun və hardasa 4-5 saat qaynayıb. Burada isə mənim ən sevdiyim, ən rahat bıçağım qırıldı. Görüm hardan tapacam yenə belə bıçaq. Və keçdim, digər bıçağımı götürdüm doğrama. Mənim nənəm videolarımı izləyir və mənə dedi ki, kabaçokun ortasındakı dənəli hissəni çıxarsan daha yaxşı olar. Mən də çıxardım və istədim sizə də göstərim. Bu şəkildə hazırladım. Belə. Artıqlarını da yığdım. Artıq bulyon qaynayır, yəni isinib, çünki dünən bişib. Soğanı, kabaçoku, kökü, kartofu əlavə edirəm. Onlar öncədən bişsin. Daha sonra bir qaşıq xırda vermeşil qatıram. Çünki Tural bugün düyü kaşası yemişdi. İstəmədim mədəsinə ağırlıq olsun. Düyü ilə hazırlamadım. Gül kələmini də atdım və kənarda brokolim artıq bişmişdi. Və blenderladım, supum hazırdır. Belə.